Salam, hər birinizi salamlayıram. Bir daha bizim bugünkü canlı yayımımızda. Bir neçə gün idi mən canlı yayına çıxmırdım müəyyən səbəblərlə. Salam. Bu günləri canlı yayımımızda törəmə ilə bağlı məsələlər izahı olacaq. Həm topludan, həm də indi burada bir neçə test var onlardan. Bugünkü canlı yayımımızda olacaq törəmə ilə bağlı məsələlər. Bir də toxunanın tənliyi. Yəni elə bir mövzudur ki, bu mövzu blok və buraxılış imtahanında 11-ci siniflər üçün deyək də mütləq şəkildə bunu bilməliyik. İmtahanda çox təklif olunur. Ona görə bizim bugünkü canlı yayımımızın mövzusu bir daha qeyd edirəm, törəmə və törəmə ilə bağlı məsələlər. Bir də bu günləri biz toxunanın tənliyi. Yəni, əksər şagirdlərin, belə deyək, yaralı yeri, toxunanın tənliyi dərsi. Onunla bağlı misallar izahı verəcəm. Sizin daha doğrusu, bu cəm şəkli ilə siz uyğun gəlmir, eşitdiyimə görə. Toxunanın tənliyi nə idi? Deyəcəm. Ekranları bəyənəkdir uşaqlar. Bax, sizdən bir dənə bunu tələb edir. Tələb yox, estağfurullah. Bu günləri niyə belə danışıram, bilmirəm. Tələb yox, xahiş edirəm. Rica edirəm. Ekranları bəyənir, bir də canlı bacardığımız qədər paylaşaq. Riyaziyyat sənə çox çətin gəlir. Ola bilər. Riyaziyyat çoxuna çətin gəlir. Keçək misallar həllinə. Vaxt itirməyək. Ən sadə misallardan, yəni sadə, mürəkkəb, çətin, orta çətin, hər formada misallardan yazarıq. Əsas da toxunanın tənliyi. Siz sadəcə ekranları bəyənin, bir də zəhmət olmasa canlını paylaşın. Ən sadə misallardan, yəni bu dərs çox mühüm dərsdir. Həm blok imtahanında, həm buraxılış imtahanında sizə 100% düşmə ehtimalı var. Sadədən gedirik mürəkkəbə. Başlayaq mı? Başlayaq. Y bərabərdir sinus x üstəgəl kosinus x funksiyasının törəməsini biz tapmalıyıq. Y bərabərdir sinus x, kosinus x funksiyasının törəməsi. Y bərabərdir suala. İmtahanda düşmə ehtimalı var. Biz nə edirik? Bizdən soruşur bunun törəməsi. Y bərabərdir sinus x üstəgəl kosinus x-in törəməsi. Bax, bu şəkildə yazırıq bunu. Biz bilirik ki, cəmin törəməsi hər birinin törəmələri cəmidir. Yəni, toplananların hər birinin törəməsini alırıq. Həm sinus x-in, indi bunu izahla yazıram. Sinus x-in törəməsi üstəgəl kosinus x-in törəməsi. Kosinus x-in törəməsi. Trigonometrik cədvəli əzbər bilməliyik uşaqlar. Trigonometrik cədvəl YouTube kanalında var. Girib oradan izləyə bilərsiniz. Yəni, törəmə öyrənmək istəyən şagird mütləq şəkildə törəmə cədvəlini, trigonometrik cədvəl bilməlidir. Törəmə cədvəlini əzbər bilməlidir. Aydın oldu. Sinus x-in törəməsi. Törəmə cədvəlindən bilirik ki, sinus x-in törəməsi bizə verir kosinus x. Kosinus x-in törəməsi də mənfi sinus x-dir. Onda olacaq kosinus x minus sinus x. Bu funksiyanın törəməsi soruşulurdu bizdən. Oldu kosinus x minus sinus x. Bax, bir daha qeyd edirəm. Törəmə dərsini öyrənmək istəyən şagird törəmə cədvəlini əzbər bilməlidir. Əzbər şəkildə bilməlidir. Növbəti bir misal. Y bərabərdir 2x kvadrat çıx ln x funksiyasının törəməsi soruşulur. Fərqin törəməsidir də, elə deyilmi? Fərqin törəməsi də həmçinin y bərabərdir 2x kvadrat çıx ln x-in törəməsi. Fərqin törəməsi də həmçinin hər birinin törəməsini tapırıq. Aydın oldu. Biz burada hər birinin törəməsini tapırıq. 2x kvadratın törəməsi sabit qalır. Qüvvətin törəməsini necə tapırdıq? Ədəd gəlirdi qarşıya, yəni bu 2 gəlir qarşıya. X üstü bir vahid azalır. 2 minus 1, yəni 1 edir da yazmırıq. Minus ln x-in törəməsi də həmçinin. Ln x-in törəməsi törəmə cədvəlindən əzbər bilib yadda saxlamalısan. Ln x-in törəməsi 1 bölünsün x-dir. Bu da bərabərdir 4x minus 1 bölünsün x. Bu funksiyanın bizdən törəməsi soruşulurdu.
oldu 4x minus 1 bölünsün x. Bax bu şəkildə. Növbəti misalımız bax belə bir misal. Burada ikincidir. Y bərabərdir fx. Fx bərabərdir. Fx bərabərdir. 2 tangens 6x. 2 tangens 6x funksiyasının törəməsini bizdən soruşur. Diqqətlə baxırıq bura. Bu funksiya uşaqlar mürəkkəb funksiyadır. Bax, bu funksiya mürəkkəb funksiyadır. Mürəkkəb funksiya sizi qorxutmasın. Mürəkkəb funksiya, yəni funksiyanın içində funksiyadır. Funksiyaların sayı 2 və daha çox olur. Azərbaycan dil dərsində bilirik də, mürəkkəb sözdə 2 və daha çox sözün birləşməsi. Mürəkkəb funksiyada həmçinin eyni qaydada. Yəni 2 və daha çox funksiya. Mən bunu bu şəkildə deyirəm şagirdlərə. Yəni funksiyanın içində funksiya. Bu funksiya verilib bizə fx bərabərdir 2 tangens 6x. Bizdən soruşulur bu funksiyanın törəməsi. F'(x) bərabərdir. F'(x) bərabərdir. 2 qalır. Tangens x-in törəməsini törəmə cədvəlindən əzbər bilməlisən. Tangens x-in törəməsi 1 bölünsün kosinus kvadrat x-dir. Bu tangens x-in törəməsinin düsturudur. 1 bölünsün kosinus kvadrat x. İndi bizdə x deyil, x-in yerinə 6x-dir də. 1 bölünsün kosinus kvadrat 6x. Aydın oldu. 2 vurulsun tangens x-in törəməsini biz bilirik. 1 bölünsün kosinus kvadrat x. Olur 1 bölünsün kosinus kvadrat x-in yerinə 6x-dir. Bir də vurulsun uşaqlar. Mürəkkəb funksiyada bir də vurulur içəridə olan funksiyanın törəməsinə. Aydın oldu. Vurulur içəridə olan funksiya. İçəridə olan funksiya bax budur 6x. Vurulur 6x-in törəməsinə. Bax bu şəkildə. Bu da bərabərdir. 2 vurulsun 1 bölünsün kosinus kvadrat 6x. 6x'in törəməsi biz bilirik ki 6'ya bərabərdir. Hesablasaq bunu alırıq. 12 bölünsün kosinus kvadrat 6x. Aydın oldu. Kosinus kvadrat 6x. Bu oldu belə. Bizim səhifə əməlli başlı spamdadır. Yəni çox çətin olacaq bu spamdan çıxmaq, indi neyiniyək? Növbəti 14. Y bərabərdir L'in 2x üstə gəl 1. Bax, bu funksiyanın biz törəməsini tapmalıyıq. Y bərabərdir 2x üstə gəl L'in 2x üstə gəl 1 funksiyasının törəməsi. Y' bərabərdir. Y' bərabərdir. L'in x-in törəməsi 1 bölünsün x-dir. Biz bunu bilirik də. L'in x-in törəməsini tapanda 1 bölünsün, həmin bunun yəni tərsini yazırıq da. Olur 1 bölünsün 2x üstə gələk 1. Yəni L'inlə törəmə tapanda 1'i bölürəm, bax buradakı nədir ona? Yəni bunun tərsi yazılır. İndi mürəkkəb funksiya daxil bir də vurulur 2x plus 1'in törəməsinə. 2x üstə gəl 1'in törəməsi. 2x üstə gəl 1'in törəməsi bizə 2 verir. Biz bunu bilirik. Olur 2 bölünsün 2x üstə gəl 1. 2 bölünsün 2x plus 1. Bu funksiyanın törəməsi oldu bax bu şəkildə. On ikinci sual. 12. Y bərabərdir. Kosinus 1 bölünsün x. Funksiyasının biz törəməsini tapmalıyıq. Y' tapırıq. Y' bərabərdir. Kosinus x'in törəməsi biz bilirik ki, mənfi sinus x'dir. Elə deyil. Kosinus x'in törəməsini tapdıqda biz yazırıq mənfi sinus x. Bunun törəməsi olacaq mənfi sinus 1 bölünsün x.
kosinus x'in törəməsi düsturuna görə. 1 bölünsün mənfi sinus 1 bölünsün x, yəni sinus özü. Bir də vurulsun mürəkkəb funksiya daxil. Mürəkkəb funksiyanın törəməsi ilə bağlı olanda vurulur bir də 1 bölü x'in törəməsinə. Vurulur 1 bölünsün x'in törəməsinə. Bax bu şəkildə. 1 bölünsün x'in törəməsi qalır mənfi sinus 1 bölünsün x vurulsun. 1 bölü x'in törəməsi mənfi 1 bölünsün x kvadratdır. Mənfi 1 bölünsün x kvadratdır. Bərabərdir. Bu mənfilər müsbət olur, yəni gedir. Qalır burada 1 bölünsün x kvadrat sinus 1 bölünsün x. Bax, bu funksiyanın törəməsi oldu bu şəkildə. Yox, bəyənin deyən yerdəki səhifə spamdadır da. Hara bəyənirlər, onsa bəyənmirlər. Amma səhifə spamdadır. Bilmirəm, niyə belədir? Maraqlıdır. Biraz da qalaq canlıdır. Ola bilsin, bağlayım, yenidən açım. Gözləyək o təmiz düşsün canlı aşağı. Qoy canlı təmiz düşsün aşağı. 11 nəfər, 10 nəfər. Qoy təmiz düşsün aşağı. Səhifə spamdadır, ona görə canlı qalxmır. Fx bərabərdir. Fx bərabərdir. 3'də 1. 3x üstə gəl 1'in kubu. F iştirik mənfi 3. Bizdən soruşulur. Bu funksiyanın törəməsi soruşulur. İnşallah ekranları bəyənə bizim səhifə spamdadır. Bağlamaq istəyirəm canlı. Həmişə 100, 200, 250 nəfər canlıdaydı. Bugün 17 nəfər. Bu birisi nədir? Səhifə spamdadır. Həqiqətən. Niyə belə oldu bilmirəm. Həvəsim öldü ya. Niyə belə oldu? Bizim səhifəyə cadu ediblər, neyiniblər bilinmir. Səhifədə izləmə həmişə 100-dən, minimum 100-dən az olanda mən deyirdim ki, 100 olanda, 120, 130 olanda deyirdim ki, canlı zəifdir. Bu canlının səhifənin başına nə oyun açıblar bilinmir. Bilmirəm valla. Eyb yox, biraz qalaq canlıda görsəm belədir, bağlayıb yenidən açaram. Mən 1 saata dərsə getməyəm, 1 saat nə qədərəm. Fx bərabərdir. 3'də 1, 3x plus 1'in kubu. F iştirik mənfi 3 soruşulur. Törəməsini deyir, bu funksiya verilir, bizdən f iştirik mənfi 3 soruşulur. Törəməni tapıb sonra yerinə mənfi 3 qoyuldu. F iştirik mənfi 3'ün mahiyyəti nədir? Törəməni tap, sonra yerinə mənfi 3 qoy. F iştirik x bərabərdir, törəmə bərabər. Biz birinci buna baxırıq üstü funksiya kimi. Aydın oldu. Birinci buna baxırıq üstü funksiya kimi. Yəni 3'də 1 vurulsun. 3 gəlir qarşıya. Üstü funksiyanın törəməsi necə tapılırdı? X üstü n'in törəməsi. N gəlirdi qarşıya. 3 gəlir qarşıya. Üst bir vahid azalır. 3x plus 1'in kvadratı. X üstü n'in törəməsi. Bu gəlir qarşıya. Üst bir vahid azalır. Bir də vurulsun. Mürəkkəb funksiya daxil. Mürəkkəb funksiyada törəməni tapanda bir də vurulur içəridə olan funksiyanın törəməsinə. Aydın oldu. 3x plus 1'in
3x plus 1'in törəməsi bərabərdir. Aydın oldu dediyim. Bax, yavaş-yavaş artı deyən yerdəki TikTok'a biraz inanmıram. Bax, heç bir şey yoxdur, səhifə spamdadır. Heç bir şey yoxdur. Yəni, spamda olmaq üçün bir səbəb olar. Vallahi bu bilmirəm. Ən yaxşı YouTube'dadır canlı yayın. Belə geçsə desəm, burada canlı yayını qoyarıq qırağa. Ancaq YouTube'da. Keçənləri YouTube'da canlı yayın edirdim. Heç belə bir problemlə rastlaşmırdım qəti şəkildə. Ay spam olunur səhifə, heç bir şey. Burada bilinmir. Səbəbsiz yerə bir də görürsən ki, spamdır. Mənə keçən biz nə spamı gəlmişdi? Burada bilmirəm, müəllimlər varsa bizi izləyirsə təsdiq edir. Biz dərs keçəndə jest, mimika bunlardan istifadə edirik də. Təsəvvür edin ki, mənim danışdığıma görə TikTok mənə agresiya spamı atır. Yəni ki, sən agresiya ilə danışırsan. Mən bu kitayski proqrama başa sala bilmirəm ki, bu mənim işimdir də. Mən belə sakit, belə bu şəkildə danışan deyirəm ki, əllər, o hansı filmdə deyir, emosiya olmalıdır da burada. Bu başı batmış TikTok, cəmaət 1000 hoqqadan çıxır, onlara heç nə spam gəlmir. Mən burada jestlə danışanda mənə spam gəlib ki, bəs sən agresiv danışırsan. Təsəvvür edirsən, hərəkətlərin agresiyadır. Həqiqətən adı üstündədir, kitayski proqram. Ona görə buna inam yoxdur. Belə, bu verilib bizə, bizdən soruşulur f--3. Törəməni tapırıq, ədəd qalır, vurulur. X üstü e-nin törəməsi. Rasim müəllimdir bu. Müəllim, salam, necəsin? TikTok'da da valla. Bu YouTube'da belə bir problem yoxdur. Bu ancaq belə burada belə problemlər adam yaşayır. 3 gəlir qarşıya, vurulsun 3x plus 1'in kvadratı. Bir də vurulsun, bu mürəkkəb funksiyadır. Mürəkkəb funksiyadırsa bunun törəməsinə vurulur. Bu 3'lər gedir. 3x plus 1'in törəməsi bizə nə verir? 3 verir də. 3 vurulsun 3x üstə gəl 1'in kvadratı. Bu şəkildə. İndi törəmədə mənfi 3 qoyuram yerinə. f--3 bərabərdir. f--3 bərabərdir. 3 vurulsun. Bir də 3 vur. X-in yerinə yazıram mənfi 3. Üstə gəl 1'in kvadratı. 3 vurulsun. Hesablasaq bu bizə verir. Mənfi 9. Üstə gəl 1. Mənfi 8 kvadratı 64. 192. Bax belə, bu şəkildə. Növbəti belə bir misal. Y bərabərdir. Y bərabərdir. 5, y üstü 5 funksiyasının deyir törəməsini tapın. Y' bərabərdir suala. Salam. Biraz bəyənək ekranları görək bu TikTok'la hara qədər gedir. Bax, sizə imtahanda, buraxılış imtahanında, blok imtahanında düşmə ehtimalı var. Sınavlarda da bəzən düşür və əksər şagirdlərin, demirəm amma çətinlik. Çətinlik bilsin nədir? Çətinlik ona deyirlər ki, izah deyirsən, uşaq biraz gec qavrayır. Ona çətin deyə bilərik. Bu çətin deyil. Bu sadəcə diqqətsizlik deyək də buna. Y bərabərdir 5, y üstü 5 funksiyası verilib bizdən. Bu funksiyanın törəməsi soruşulur. Buyuraq. Beş y üstü 5. Hətta misal budur da. Törəməsi soruşulur bizdən. Y bərabərdir 5, y üstü 5 funksiyası verilib. Deyir ki, bu funksiyanın törəməsini tapın. Y' bərabərdir suala. Yenə deyirəm, bu çətin deyil. Çətin odur ki, uşaq onu biraz gec qavrayır. Bu çətin deyil. Burada sadəcə əsas məsələ nədir? Məsələn, bunu şagirdlərin əksəriyyət diqqətsizliyidir. İzah edəndən sonra bu söz onların ağzından gəlir belə. Ayda, bu belə bir şey. Cavab Y 25 üstü 4. Bu hansı fantastik. Y üstü x'in törəməsi ilə Y üstü x. Yavaş-yavaş mən dediyimə gəlir. Maraqlı sualdır.
İmtahanda düşmə ehtimalı var və həm də maraqlı misaldır. Çox şagirdlər var, törəmə ilə bağlı çətin misallar həll edir. Bax, burada çətinlik çəkmir, diqqətsizlik. 25/4 nədir? Nə 25/4? Hə, sən buna üstü funksiyanın törəməsi kimi baxmısan. 5-i gətirmirsən qarşıya. Hə. Yox, baxırıq bura. Bax, bu formada misalların diqqət. Bax, imtahanda sizə düşə bilər, testlərdə də çox rast gəlir. 25/5 deyil. Bax, diqqətsizlik edirsən də. İndi əgər sən 25/5 kimi baxırsansa, mən bunu izah eləsəm, sən bilərsən bunu. Nəyə görə? Çünki sən ən azından törəmə haqqında məlumatın var. Bax, bu sabitdir, sabit. Buna sən üstü funksiyanın törəməsi kimi baxma da, sabitdir bu. Çünki y özü ədəddir də, y özü təxmini 2/7-dir də, ən məşhur sabit ədədlərdir riyaziyyatda. Y ədədidir, pi ədədidir. Bunların hər biri sabit ədədlərdir. Bu sabitdir. Y 2/7-dirsə, onun üstü 2/7/5 də sabitdir. Ədədə də vursa sabitdir. Yəni, sənin bildiyin bu y bərabərdir 5, y üstü 5. Bu sabitdir, sabit. Yəni, konkret bir ədəddir. Aydın oldu? Bəli, cavab 0-dır. Bu sabit ədəddir. Çünki y ədəddir, 2/7-dir. Üstü 5, o da bir ədəddir. 5-ə vursan, o da bir ədəddir. Sənin yazdığın, bax, bu ədəd sabit ədəddir. Əgər bu sabitdirsə, biz də bilirik ki, sabitin törəməsi nəyə bərabərdir? 0-a. Mən bu qədər izah edirəm. Orada bir izləyici var, ard-arda yazır. 25/4, 25/4. Ard-arda yazırsan. Allah sənə insaf versin. Heç olmazsa indi yazma. Bayaqları yazdığını bildik. Mən burada nə qəşəng izah verirəm. Sən bundan sonra da yazırsan 25/4. Daha sənə sözüm yoxdur. Onda olur y' bərabərdir 0. Y' bərabərdir 0. Aydın oldu. Misal çətin misal deyil ha. Sadəcə diqqət istəyir. Qurtardı getdi. Yəni durub deyirsən ki, çox çətindir falan, qəti elə şey yox. Sadəcə diqqətsizlik. Etsən, adəmi vurarsan bir-birinə. Məsələn, eyni formada ola bilər hər iş. Eyni şey yazır orada. Məsələn, eyni formada misal. Bunlar sadə misallardır uşaqlar. Sadəcə olaraq diqqət tələb edən suallardandır. Məsələn, başqa bir misal. Y bərabərdir pi kvadrat. Mən bir dəfə sınaq təşkil eləmişdim burada. Keçən illəri. Ödənişli sınaq idi. Y bərabərdir pi kvadrat misalını vermişdim orada. Deyəsən ki, blok imtahanı idi, ya 11-lərin buraxılış imtahanı. Çox az şagird tapılmışdı ki, bu funksiyanın törəməsini tapmışdı. Y bərabərdir sualı. Özdə cavabı da tərslikdən. Özdə cavabı da tərslikdən düz Y bəndini atmışdım. O hamının o bəhbəhlə yazdığı o yanaşma var. O yanaşmanı A bəndinə yazmışdım. Demək olar ki, əksər, hətta bəziləri vardı, mübahisə edirdi ki, biz səhv eləməmişik, cavab səhvdir. İndi ola bilər də. Y bərabərdir pi kvadrat, bizdən y' soruşulur. Cavab, bax bunu artıq da yazmalıyıq da. Bu funksiyanın törəməsini yazaq rəy yerinə. Y bərabərdir pi kvadrat funksiyasının törəməsini rəy yerinə yazaq. Bax, imtahanda düşər sizə. Bəli, cavab 0-dır. Nəyə görə? Buna biz daha üstü funksiya kimi baxmırıq. Çünki bu nədir? Sabitdir. Y bərabərdir pi kvadrat funksiyası. Sabit funksiyadır. Çünki pi ədəddir. Pi 3/14'dür. Pi 3/14'dürsə pi kvadrat da olacaq. Məsələn, 3/14'ün kvadratında o da bir ədəddir. Ədəddirsə, biz bilirik ki, ədədin törəməsi 0-a bərabərdir də, sabitin törəməsidir. Ona görə y' olur 0. Aydın oldu. Bunu da mən sizə qaydasını dedim, izahını verdim. Bundan sonra yadda saxlayaq ki, yadda saxlayaq ki, y üstü, pi üstü baxanda ədəd olmalıdır. Ədəd olsa törəmə 0-dır. Qurtardı getdi. Daha başqa bir
Nəyəsə ehtiyac yoxdur. Növbəti belə bir misal. Nisbətən çətin. Nisbətən. Lövhəni silim. Otuz beş. Fx bərabərdir. Fx bərabərdir. 4 üstü x. Fx bərabər 4 üstü x vurulsun. 5 böl ln 4. 5 bölünsün ln 4. Minus 2x kub. Minus 2x kub. Minus 5. Funksiyası üçün deyir ki, f'1'i tapın. f'1 bərabərdir suala. Bax, belə bir məsələ. Test tapşırıq. Qəşəng test tapşırığıdır. Fx bərabərdir 4 üstü x. 5 bölünsün ln 4. Çıx 2x kub minus 5 funksiyası üçün deyir ki, f'1'i tapın. f'1'i hesablayaq. Misal bir balaca çətin görünür. Nisbətən çətinliyi var. Amma biz burada nə edirik? F'1'in mahiyyətini bilirik də. F'1 nədir? Törəmənin 1-dəki qiyməti. F'1 budur. Törəmənin 1 nöqtəsindəki və yaxud da ki 1-dəki qiyməti. Bu da nədir? Törəməni tap, sonra yerinə 1 qoy. F'1 budur. İndi məsələ gəldi bunun törəməsinin tapılmasına. Bunun törəməsinin tapılmasında çox şagird biraz problem yaşayır. Amma onu da qeyd edim ki, sizə imtahanda düşmə ehtimalı çox böyükdür. Hər hansı şagird törəmə ilə bağlı bu misalı rahat həll edirsə, hardasa diaqnoz verə bilərik ki, o törəmədə nəsə bilir. Fikrim çatdı. Bir daha deyirəm, bəzi misallar var da onu biz meyar kimi götürə bilərik, ölçü kimi. İstənilən bir şagird bu formada misalı rahat həll edirsə, bizim da insafımız yoxdur da, deyək ki, o şagird törəmə mövzusunda çətinlik çəkir. Bu düzgün deyil də. Bunu bilir. Burada nə edirik? Törəməsini tapırıq. F'(x) bərabərdir. Bax, əsas məsələ nədir? Əziz və dəyərli şagirdlər, nəyə fikir veririk? Bax, səndə burada 5 bölünsün, ln 4'ü görə bilirsən. Bu 5 bölünsün, ln 4 ədəddir. Bu misalda şagirdləri qorxudan yer buradır. Törəmələr tapılır da, bunlar asandır, bu asandır. Bax, sən burada ilişib qala bilərsən. 5 bölünsün, ln 4 ədəddir, ədəd. O sabit qalır. O qalır. 5 bölünsün, ln 4'ə dəymirəm. Allah da mənə dəyməsin. Vurulsun, zarafat edirəm. Hatta zarafat edəmirəm, dəyməsin. Mən nə işim var, nə eləmişəm. 5 bölünsün, ln 4 qalır olduğu kimi yerində. 4 üstü x'in törəməsini tapmalıyam. 4 üstü x'in törəməsi nəyə bərabərdir? A üstü x'in törəməsi kimi. A üstü x ln a. A üstü x'in törəməsi düsturu necədir? A üstü x ln a. 4 üstü x'in törəməsini yazıram. 4 üstü x ln 4. Bax, bir daha deyirəm. Bu sabitdir, ədəddir. Törəmədə bu şəkildə tapanda ədədi saxlamırsan. Ədəd qaldı. 5 bölünsün ln 4. Vurulsun, bunun törəməsi A üstü x'in törəməsi kimi baxırıq. A üstü x, yəni özü, 4 üstü x. Bir də vurulsun ln, bax bu ədəd, ln 4. Aydın oldu dedim. Minus 2x kubunun törəməsi nə verir bizə? Ədəd gəlir qarşı, 3 gəldi qarşı, 2 burada 6x kvadrat. Bir vahiddə azalır. Minus 5'in törəməsi də ədədin törəməsidir, sabit törəməsi 0'dır. Bu bərabərdir. Bu bərabərdir. Baxın, burada bu ln 4'lər ixtisar gedir. Ədədlərdir. Nə qalır? 5 vurulsun 4 üstü x minus 6x'in kvadratı. Artıq biz törəməni tapdıq. Törəməni tapdıqdan sonra növbəti, yəni addımımız nədir? Növbəti addımımız budur ki, 1'i aparıb törəmədə qoyuruq yerinə. F'(x) bərabərdir. 5 vurulsun 4 üstü 1 minus 6 vurulsun 1'in kvadratı. 5 dəfə 4. 20 minus 6 cavab oldu 14. Test tapşırığının doğru cavabı 14. Bu məşhur misaldır. Bu məşhur misaldır. Maksimum minimum yazarıq. Canını bəyən, paylaş. Biraz dəstək o səhifəmiz spamdan çıxsın, hamıya aiddir. Bir xahişdir. Yaxşı, maksimum minimuma da aid yazacağım. Bu oldu belə. Yəni kiminsə maksimum funksiyanın maksimum minimumu
çətinliyi varsa tapılmasında, bir-iki misalla mən burada sizə çatdıracağam onu. Yəni canlıda qalın, izah eləyəcəm. Həm funksiyanın maksimumu, həm minimumu, həm böhran nöqtələri, sonra canım sizə desin, toxunanın tənliyi, aydın oldu, izahını verəcəm. Elə bir ki, burada elə misalın üzərində deyəcəm. Onsuz da zaten bunu mən dərs kimi də keçəndə misalın üzərində deyirəm də. Bu oldu belə. %45. İmtahanda çox düşən suallardan biri. Diqqət. Y bərabərdir. X kvadrat. Y üstü X funksiyasının deyir törəməsini tap. Y bərabərdir suala. Belə bir funksiya verilib. Deyir ki, bu funksiyanın törəməsini tapın. Y bərabərdir. X kvadrat, Y üstü X funksiyası verilib. Bizə deyir ki, bu funksiyanın törəməsini sən tap. Birinci, sənin əsas işin, uşaqlar, mən çox da demirəm, ekranları bəyənin. Nə olur, bu ekranları biraz bəyənək də. 24.900'dür. Bunu bizim burada daimi izləyicilərimiz var. Mən onlarda bir şey görmüşəm TikTok'da. Kaş onlar əlimə düşəydi də. Bizim daimi izləyicilərdir burada. Heyf onlar əlimə düşməyib də. Götürüb onları bir sinədə görmüşəm. Dünənləri mən dərsdə deyildim. Elə belə TikTok'da girdim canlı yayımda. Gördüm ki, onlar nəyi izləyirlər? Biri dərs keçir. Dərs keçir. Hazırlığın keçir ha. Heç izləyiciləri vecinə dağılmır. Öz dərsini keçir. Hərdən də indi modda axı öz hazırlığını burada paylaşmaq. Burada bir neçə izləyici var, indi adını çəkmir. Onlar da görə baxırlar. Bilmirəm nə öyrənirlər, nəyinə baxırlar, başım çıxmır. 46 yaşım var, görəsən nəsə öyrənə bilərəm. Nə bilim. Niyə öyrənə bilməzsin? Niyə öyrənə bilməzsiniz? Səbəb nədir? Lev Tolstoy deyir, 63 yaşındadır, velosiped sürməyi öyrənir. Olar. Y bərabərdir. X kvadrat, Y üstü X funksiyası verildi uşaqlar. Bizdən Y soruşulur. Ekranları bəyənəkdə zəhmət olmasa, bizim səhifəmiz spamdadır. Zəhmət olmasa, ekranları bir dənə sürətlə bəyənək, canlını paylaşaq. Bu səhifəni biz, mənim sizin neçə yaşınız var? Neçə yaşım var? Salam. Mənim 36 yaşım. Yaxşı qalmışam. Maşallah. Başqa sualım. Y bərabərdir. X kvadrat, Y üstü X funksiyası verilib. Deyir ki, Y şirki tap. Hansı MIG üçün, hansı MIG üçün insanın öz beyni qutardı getdi. Başqa heç nə. Heç bir müəllim, heç bir kurs lazım deyil. Hansı dövrdür? Y bərabər, bax bu. Biz bunu törəməni tapanda nə yazırıq bura? X kvadrat, Y üstü X funksiyasının törəməsi səndən soruşulur. Diqqət. Buna biz necə baxırıq? Hasilin törəməsi kimi. Hə, elə ki, öz beyninə elə də davam edin. Ehtiyac yoxdur. Heç kəsə ehtiyac yoxdur. Vallahi. Y bərabərdir bunun törəməsi. Biz buna hasilin törəməsi kimi baxırıq. Çünki burada hasili var. Bax, imtahanda düşə bilər. Ha. Hasilin törəməsi kimi baxırıq. Hasilin törəməsi. Qayda nədir? Birincinin törəməsi vur ikinci. Yəni, X kvadratının törəməsi vurulsun ikinci. Üstə gəl. Bu səfər X kvadrat vurulsun ikincinin törəməsi. Aydın oldu dediyim sizə. Hasilin törəməsi kimi bax. Vəssalam. Hasilin törəməsi, UV-nin törəməsi necə edir? U iştirik V plus UV iştirik. Yəni, hasilin törəməsini tapanda birincinin törəməsi vur ikinci plus, yəni üstə gəl, birinci vur ikincinin törəməsi. Birincinin törəməsi, X kvadratının törəməsi vurulsun Y üstü X, üstə gəl, X kvadrat vurulsun ikinci Y üstü X-in törəməsi. Hədiyyə kimi atır, təşəkkür. Bu da bərabərdir. X kvadratının törəməsi nə olacaq? 2x. Biz bunu bilirik də. X kvadratının törəməsi 2x'dir. Olur Y üstü X. Üstə gəl.
Y üstü x-in törəməsi, y üstü x törəməsi özünə bərabər olan funksiyadır. Y üstü x-in törəməsi elə y üstü x-in özüdür. Oldu x kvadrat, y üstü x. Bu şəkildə. İstəsəniz cavablara görə, deyir ki, zövqə görə. X kvadrat, y üstü x-i çıxardaq mötərizədən. Ya x ehtiyac yoxdur, elə qalsın belə. Bunun törəməsi oldu, bax bu. Aydın oldu dedim sizə. Salam. Ekranları bəyənən uşaqlar. Bizim səhifəmizi bu günləri spamdan çıxardaq da. Xahiş. Səhifəni spamdan çıxar. Ekranları bəyənək də. 30.000 hələ indi olub. Bu biz nədir? Bu yaxşı bir şey deyil. Ekranları bəyənə bir də bu qədər, bəli, bu qədər törəməsini soruşur da, qalır da bu şəkildə. Bundan o tərəfə nə edeyim? Törəməsi budur da. Baxmıraq müəllim, nəyə baxmır? Sən nə yazdın, mən baxmadım. Bəzən eyni sözü təkrar yazırsınız uşaqlar. TikTok'un artıq mənə rəhmi gəlir. Çünki eyni sözü təkrar yazanda mənim səhifəm bu canlı gedir spama. Da o TikTok'un mənə rəhmi gəlir. Sizin yazdığınızı rəy yerinə buraxmır. İcazə vermir. Sən yazırsan, özün də öz rəyini görürsən. Amma mən görmürəm sənin rəyini. Çünki təkrar yazırsan ona görə. Bu oldu belə. Üçbucaqdan sual verə bilərsiniz. Sən görmürsən, bizim dərsimiz bugün nədir? Törəmədir. Mən bunu saxlayım, keçim üçbucağa. Dərsimiz üçbucaq deyil axı. 16. Y bərabərdir. 2x kvadrat çıx 12x funksiyasının deyir ki, azalma aralığını sən tap. Funksiyasının deyir azalma aralığını tap. Qəşəng sualdır. İmtahanda çox rast gəlinən suallardan biri. Evdə çətin sual deyil. Salam, sizə hazırlıqla bağlı yazmışam, baxmamışsınız. Mən vallahi bir sözüm, elə də mesajlara baxmıram. Biz nə qədər yazıblar. Burada bəzən belə deyəndə çox elə bilir ki, mən zəhləm getdiyim şey deyir, belə bəziləri deyir, o qədər var. Mən həqiqətən baxmıram WhatsApp-a. Biz nə qədər yazıblar. TikTok'da yazırlar. İndi az hallarda. Nəyə görə baxmıram? Çünki bir Allah şahiddir ki, mənim məqsədim bura çıxmaqda şagird qazanmaq deyil. Yəni, dəfələrlə demişəm, sözün üstündə dururam. Yoxsa mənim məqsədim şagird qazanmaq olsaydı, WhatsAppda onlarla mesaj qalıb heç baxmamışam. Yəni, mən bura çıxmamışam şagird qazanmağa görə ki, yəni hazırlığım olsun falan. Belə olsam əgər, mənə lazımdır 2 saat burada canlı yayında vaxtım geçsin. Elə bu da bu WhatsAppda nə qədər yazıblar. Onları götürəcəm bir dənə qrup. Ehtiyac yoxdur. Hazırlıq da edirəm, amma belə də acgözlü şəkildə yox. Ehtiyac yoxdur. Burada fikir vermişsiniz də bəziləri var. Onların nəfəsi də pulda. Hər cümləsi, hər dəqiqə başı hazırlıqla bağlı. Yəni, mən ona görə çıxmamışam bura. Y bərabərdir. 2x kvadrat çıxılsın 12x funksiyasının azalma aralığını deyir tapın. Uşaqlar, diqqət. Bunun özü bir bilikdir, mən sizə buradan çatdırıram. Yəni, törəmə ilə bağlı məşhur bir bilikdir. Bu dərs özü törəmə dərsində var. Sənə funksiyanın azalma aralığını tap desə, yəni hər hansı bir funksiya versə, desə ki, o funksiyanın azalma aralığını tap, törəməni kiçik bərabər 0 götürürük. Aydın oldu. Yəni ki, kiçik bərabər 0. Y kiçikdir, bərabərdir, 0 bərabərsizliğini sadəcə olaraq həll edirsən. Sən kvadrata ayırırsan, bildiyimə sənin dediyin xüsusi haldır. Bu ümumi bir bilikdir. İndi orada kub olsa, üstü 4 olsa necə yazarsan, orada hara ayırarsan. Funksiyanın azalma aralığını tap desə, bir dəfəli yadda saxlayırsan ki, y kiçikdir, bərabər 0. Yəni, törəmə kiçik bərabər 0 olur.
bunun törəməsi, yəni 2x kvadrat çıx 12x törəməsi kiçikdir, bərabərdir 0. Aydın oldu. Törəməsi kiçikdir, bərabərdir 0 yazılsın. Daha sonra bunun törəməsi 2x kvadratın törəməsi nədir? 4x. Minus 12. Çünki 2x kvadratın törəməsi 2 gəldi qarşıya. 4x-dir. Daha sonra 12x-in törəməsi 12-dir. Kiçikdir, bərabərdir 0. Bu artıq x-dən asılı sadə bir bərabərslikdir. Bunu həll etmək üçün olacaq 4x kiçikdir, bərabərdir 12 keçdi bu tərəfə. 12x kiçikdir, bərabər 12 bölünsün 4, sənə verdi 3. Bu bərabərsizliyin həlli və həm də bu funksiyanın azalma aralığı mənfi sonsuzluq 3 aralığı olur. Aydın oldu. Birdən əgər uşaqlar sizdən soruşsaydı ki, artma aralığında böyük bərabər 0 götürürsən. Bax, artma aralıq desə, törəmə böyükdür, bərabərdir 0 olur. Azalma aralıq desə, törəmə kiçikdir, bərabərdir 0. Bu iki biliyi öyrənin. Çox mühüm bir bilikdir. Artma aralıq desə, törəmə böyük bərabər 0, azalma aralıq olsa, törəmə kiçik bərabərdir 0. Birdən sənə desə ki, bu funksiyanın artma aralığında böyükdür, bərabərdir 0 yazılsın. Bəli, burada bir neçə izləyicilər var idi ki, onlar doğru yazırdılar ki, kvadrat ayırır nm. O xüsusi haldır. Sənin dediyin o mn, o kvadrat funksiya üçün keçərlidir, vəssalam, bitdi. Yaxşı, kub funksiya olsa necə yazarsan? Burada olsaydı ki, 2x kubu, orada mn'i tapa bilərdinmi? Bu ümumi törəmə, bu ümumi haldır. Sənin dediyin o mn isə xüsusi haldır. Aydın oldu. 5, 8. 5, 8 deyil, valla 5-dən 11-ə qədərdir. 5, 8 niyə olur ki? Onu sənə kim dedi? Özündən burada cavab yazırsan. Mən hal-hazırda 11-ci sinif götürmürəm hal-hazırda. Niyə? Çünki burada imtahana 4-5 ay qalıb. 11-ci sinif hara çatdıracam onu? 11-ci sinif varımızdır. Onlar sentyabrdan qoşulurlar. Nə bilim, keçən ildən qeydiyyatdan keçiblər. İndi bu dəqiqə mən 11-ci sinif necə götürürüm? 11-ci sinif imtahanı 4 ay qalıb. Bir hal-hazırda 11-ci sinif qəbulu dayanıb. Bir də 9-cu sinif. O 9-cu sinif ki, onlar məndən tələb edirlər ki, buraxılışa hazırlaşdırım onları. Xeyr, onları götürmürəm. Çünki burada 4-5 ay, yəni yüksək, yaxşı nəticə ilə almaq olmaz. Geçsinlər o qədər elə o pula görə tez bazar 4 aya o səfər rast gəldim birinə burada deyir ki, mən 3 ayda 4 aya deyir kursu tam bitirirəm. Təsəvvür edirsiniz. 3 ay, 4 aya deyir kursu tam bitiririk. Bu həqiqətən biabırçılıqdır. Yəni bunun ikinci bir adı yoxdur. Bu belə. Çoxu elə bilir ki, mən 11-ci sinif hazırlığı götürmürəm. 11-ci sinif götürürəm. Sadəcə indi qoşulan 11-ci sinifi mən götürmürəm. Onu 5 aya, 4 aya hansı nəticə vermək olar ki ondan? Lap belə yaxşı da bilsin, ehtiyac yoxdur. Geçsin o qədər. Startda dayananlar var burada. Siz əgər mənim fikrimi bilmək istəyirsinizsə, valla, mənim özümə qalsa, mənim ən böyük arzularımdan biridir. Bilmirəm, bəlkə də mənim səmimiyyətimə inanarsınız, inanmazsınız, şəxsi işinizdir. Mənim ən böyük arzularımdan biri budur ki, bu repetitorluq yığışdırılsın, bu kurslar yığışdırılsın, şagirdləri hamısını cəlb eləsinlər məktəbə. Şagird məktəbdə öyrənməlidir də. Valideyn niyə cibindən pul verib kimisə yanına hazırlığa göndərməlidir ki? Nəyə görə? Niyə göndərməlidir də? Səbəb nədir ki? Repetitorluq elə bir şeydir ki, o necə başa salmışsa, mənim dediyimdən kimsə inciyir, incisini özü bilər. Repetitorluq elə bir şeydir ki, repetitorlar həmişə məktəbi gözdən salmağa çalışacaqlar. Heç bir repetitor müəllim deməz ki, məktəb əladır, həmişə o pis deyəcək, belədir, elədir, dərs getmir. Halbuki məktəblərdə kifayət qədər dərs gedir. Mən özüm bu işin içindəyəm. Elə bircə o ibtidai sinif müəllimlərinin otağının yanından keçəndə ilahi, onların necə zulmla, necə dərs keçdiyinin şahidi özüm olmuşam. Yəni kiminsə fikri mənim üçün önəmli deyil ki, məktəblərdə necə dərs gedir biz görürük. İndi bir nəfər, iki nəfər öz işini yaxşı görmürsə,
O demək deyil ümumi. Ümumi məktəblərdə dərs gedir, necə lazımdır. Mən özüm müşahidə edirəm, bunu görürəm. Yenə deyirəm, məktəblərdə müəllimlərin əksəriyyəti necə lazımdır dərsini keçirirlər. Xüsusən də ibtidai sinif müəllimləri. Mənim gözümün qabağında da özüm görürəm. Onlar necə can qoyurlar. O müəllimi də başa düşmək lazımdır. Mən müəlliməm deyə onların tərəfini saxlamıram. O da insandır da. Onun da başqa problemləri var, digər problemləri var. Neysə. Dərdimi təzələməyim. Növbəti bir misal. Sizə imtahanda düşə biləcək misallardan biri. Baxırıq bura. Bu misalın üzərində 37 nömrəli misalın üzərində hamısını göstərdim sizə. Diqqət. 36. Yaxşıdır. 36. Demək, fx bərabərdir. Fx bərabərdir. 2x üstü 5 çıxılsın 10x üstə gəl 4 funksiyasının maksimumunu tapın. Maksimumu. Bütün diqqətlər bura uşaqlar. Ekranları bəyənək. Hər birinizdən xahiş edirəm. Ekranları bəyənək. Bax, şagirdlərin əksəriyyətinin aləmi bir-birinə vurduğu bir yer. Fx bərabərdir. 2x üstü 5 çıx 10x üstə gəl 4 funksiyasının maksimumunu tapın. Uşaqların əsasən diqqətsizlik etdiyi məqam. Uşaqlar, ekranları bəyənək. Hər birinizdən yenə xahiş edirəm. Bir dənə sürətlə bəyənək. Uşaqlar qatıb qarışdırır. Nəyi qarışdırır? Bax, maksimumla maksimum nöqtəni. Minimumla minimum nöqtəni. Bunlar ayrı-ayrı anlayışlardır. Diqqət. Bütün diqqətlər bura. Mən bunu YouTube-a da yerləşdirərəm. Kimsə problemi olsa YouTube kanalından da izləyə bilər. Uşaqlar, var funksiyada maksimum nöqtə, bir də var maksimum qiymət, maksimum. Var minimum nöqtə, bir də var minimum qiymət. Diqqət. Bunu qoyuram bir qırağa. Bunları deyim, sonra misalda izah edərəm. Diqqətlə qulaq asın, elə bu canlı yayından öyrən. Mən sənə bir misalın içində maksimum, minimum hamısını öyrədirəm. Bax, deməli, var maksimum nöqtə, maksimum nöqtə, maksimum nöqtə. Bir də var maksimum qiymət, maksimum qiymət. Bunları qarışdırmayın. Maksimum nöqtəni tapdıqdan sonra funksiyada qoyuram yerinə maksimum qiyməti tapacağım. Sonra bir var minimum nöqtə, minimum nöqtə. Bir də var minimum qiymət, minimum qiymət. Bir də var minimum qiymət. Minimum nöqtəni tapdıqdan sonra funksiyada qoyursan yerinə minimum qiyməti tapırsan. Aydın oldu? Bax, yenə deyirəm. Var maksimum nöqtə, minimum nöqtə. Bir də var maksimum qiymət, minimum qiymət. Bunlar eyni deyil. Maksimum nöqtə ilə maksimum qiymət ayrı-ayrı anlayışlardır. Minimum nöqtə ilə minimum qiymət ayrı-ayrı anlayışlardır. Maksimum nöqtəni tapdın nədir? Funksiyada qoyuram yerinə maksimum qiyməti tapıram. Minimum nöqtəni tapdın nədir? Funksiyada qoyuram yerinə minimum qiyməti tapıram. İndi hardan bilim ki, bunlar maksimum, minimum nöqtələr nədir? f(x), yəni törəmə. Yəni ki, funksiyanın törəməsi. Yəni funksiyanın törəməsi. Diqqət. Əgər funksiyanın törəməsi işarəsini, bu törəmə işarəsini müsbətdən dəyişir mənfiyə. Bax, müsbətdən mənfiyə dəyişir. Dəyişirsə, o nöqtə maksimum nöqtədir. Maksimum nöqtə. Yox, mənfidən müsbətə dəyişirsə, o nöqtə nədir? Minimum nöqtə.
Törəmədə maksimum nöqtə hansıdır? Müsbətdən mənfiyə dəyişilir. Bəs minimum nöqtə hansıdır? Mənfidən müsbətə dəyişilir. Tapandan sonra funksiyada yerinə qoyub maksimum qiyməti və yaxud da maksimumunu tapa bilərsən. Maksimum qiymət eyni şeydir. Minimum qiymət eyni şeydir. Aydın oldu. Maksimum minimuma birlikdə uşaqlar ekstremumlar da deyirlər. Fikrim çatdı. Maksimum minimuma birlikdə ekstremumlar da deyirlər. Ekstremum. Başqa adı birlikdə ekstremumdur. Bunların hamısını sizə dedim. İndi bu dediyimi sizə bu misalın üzərində əyani şəkildə göstərirəm. Əyani şəkildə göstərirəm. Baxırıq bura. Diqqət. Səndən nə soruşulur? Səndən soruşulur maksimum qiymət. Maksimum soruşulur da. Maksimum qiymət nədir? Maksimum nöqtəni tapıb burada yerinə qoyuruq. Törəməni tapırıq, yəni böhran nöqtələrdə. Törəməni tapıb bərabərləşdirirəm 0-a. f(x) bərabərdir 0. Bunun törəməsi, yəni 2x üstü 5 minus 10x plus 4 minus 10x üstə gələk 4. Bu funksiyanın törəməsi bərabərdir 0. Böhran nöqtələrini tapmalıyam da. Adi şəkildə törəməni tapıram. 2x üstü 5-in törəməsi 5 gəldi qarşıya. 5 dəfə 2 10. X üstü neçə? 4. Minus 10x-in törəməsi 10 bərabərdir 0. Buradan da alıram ki 10x üstü 4 bərabərdir 10'dur. X üstü 4 1 olur. X də oldu mənfi 1, bir də müsbət 1. Plus minus 1. Sonra biz nə edirik? Bunları intervalda qeyd edirik də. Bax bu şəkildə. Mənfi 1, bir də 1. Ehtiyac yoxdur belə bu şəkildə qeyd edək. Bura, sonra bura müsbətdir, mənfidir, müsbətdir. Bu şəkildə. Müsbət, mənfi, müsbət. Axır həmişə müsbətdir növbə ilə. Və yaxud da qiymət qoyub işarəni müəyyənləşdir. Törəmənin ehtiyac yoxdur. Diqqət, səndən nə istəyir? Maksimum soruşulur. Əgər səndən maksimum soruşulursa, sən maksimum nöqtəni tapmalısan. İndicə qeyd etdim, maksimum nöqtə nədir? Müsbətdən mənfiyə dəyişilir. Müsbətdən mənfiyə dəyişilən hansıdır? Bax, daha. Görə bilirsən, mənfi 1-dir. Deməli, səndə maksimum nöqtə nədir? Mənfi 1-dir. Səndən nə soruşulur? Səndən nə soruşulur? Maksimumunu tap. Sənin tapdığın maksimum nöqtədir. Səndən sualda soruşsaydı ki, maksimum nöqtəni tap, sən haqlısan, deyərdin ki, mənfi 1-dir. Amma səndən bu soruşulmur. Səndən nə soruşulur? Maksimum. Apar qoy yerinə. Onda f maksimum bərabərdir. Bu mənfi 1-i aparıb burada yerinə qoyuram. 2 vurulsun. Mənfi 1 üstü 5. Minus 10 vurulsun. Mənfi 1 üstə gələk 4 bərabərdir. Mənfi 1 üstü 5, mənfi 1-də 2-ni vursaq, mənfi 2. Üstə gəl 10, üstə gələk 4. Elə deyilmi? Mənfi 2, o da 10, 8, o da 4, cavab oldu 12. Cavab 12. Yəni test tapşırığının doğru cavabı 12 olur. Bu funksiyanın maksimumu soruşulurdu. Cavab 12. İndi bu sualın, elə bu sualın üzərində elə göstərək və sizdən soruşaq da, elə, nə qədər elə dedim. Uşaqlar, ekran bəyənməsini bir dənə qəşəng 50 min edirik. Bir dənə sürətlə ekranları bəyənək. Səhifəyə kimlər takib atmayıbsa, zəhmət olmasa səhifəyə bir takib atın. Həm səhifəyə dəstək olursunuz, həm də dəstək olursunuz. 50 minə doğru sürətlə bir dənə bəyənək. 45.100 200 bəyənək sürətlə. Salam. İndi bəyənək. Mən buradan bir sual verirəm. O sualı sizin özünüzdən alıram. Buradan bir sualla müraciət edirəm. O qədər ekrana yaxın qalmışam. Əlim bəlkə də ekrandan keçir o tərəfə. Deməli 45.900, 46.000 bir dənə sürətlə bəyənək. İndi sizə buradan suallar verəcəm. Elə yəqin ki, maksimum, minimum mahiyyəti bildik. Yəni funksiyanın maksimum, minimumunu tap desə, törəmə, böhran nöqtələr tapılır. Funksiyanın törəməsi, yəni həmin böhran nöqtədə müsbətdən mənfiyə dəyişirsə, maksimum nöqtədir, mənfidən müsbətə dəyişirsə, minimum nöqtədir.
O qiymətləri funksiyada yerinə yazıb biz nələrsə, maksimum minimumunu tapa bilərik. Diqqət, diqqət. İndi yazmışıq da, hər şey göz qarşısındadır. Siz rəy yerinə yazın. Bu funksiyanın minimum qiyməti neçədir? Bu funksiyanın minimum qiyməti neçədir? Rəy yerinə yazaq hələ. Bu funksiyanın minimum qiyməti. Üz üstə minimumu daha doğrusu. Minimum qiymət nə idi? Bu funksiyanın minimumu neçədir? Minimum qiyməti nöqtəsi neçədir? Aləm vurdum bir gündə. Niyə aləm vurdum? Çünki izləyici sayı düşür aşağı. Mənim bütün qanım qaralır. Bu səhifəyə kim şikayət edib? Allah ona insaf versin. Bu funksiyanın, mən sizə sual verirəm. Minimum nöqtəsi neçədir? Minimum nöqtəsi. Bu funksiyanın minimum nöqtəsi neçədir? Qiymət soruşmuram. Nöqtə, minimum nöqtə. Minimum nöqtə mən nə dedim? Dedim ki, minimum nöqtə mənfidən müsbətə dəyişən nöqtədir. Bəli, 1-dir. Minimum nöqtə mənfidən müsbətə dəyişən nöqtədir. Əksər şagirdlər hələ də minimum nöqtə ilə minimum qiyməti səhv salırlar. Minimum nöqtə mənfidən müsbətə dəyişən nöqtədir törəmədə. Amma onu funksiyada yerinə qoysan, minimum qiyməti tapırsan. Minimum nöqtə soruşulur. Mənfidən müsbətə dəyişən nöqtə. Burada da. O da mənfi 1-dir. Görə bilirik. Minimum nöqtə 1-dir. Birdən desə ki, minimum qiyməti tapın. Hə. Minimum qiyməti aparıb funksiyada qoyun. Uşaqlar, sizə bir dənə söz deyim. Bunu təkrar deyirəm. Bəzi şagirdlər harda səhvə yol verir? Bax, o qiyməti ki, yerinə yazırıq, onu bilmirlər. Törəmədə yerinə yazsınlar ya funksiyada. Funksiyada yerinə yazsın. Çünki çox şagirdlər var, qatıb qarışdırır. Bunu tapdı mənfi. Məsələn, 1 minimum nöqtədir. Ona deyəndə ki, minimum qiyməti tap, aparır törəmədə qoyur yerinə. Törəmədə yazmırsan, funksiyada yazırsan. Funksiya. Bax, burada. Aydın oldu dediyim. Funksiyada yerinə yaz. Bunu bir dəfəli yadda saxlayırsan ki, funksiyada bunu yazmalısan yerinə. Bu oldu belə. Üçüncü misal burada. Fx bərabərdir. Fx bərabərdir. X kub minus 27x. Deyir ki, funksiyasının böhran nöqtələrini tapın. Böhran nöqtələri. Funksiyasının böhran nöqtələrini tapın. İmtahanda çox düşən suallardan biridir. Həm blok imtahanında, həm də sürətli hesablama deyən yerdə ki, YouTube-da izləyərsən, qoyarsan 2x-ə, orada sürətli hesablama olacaq. Hə? Nə sürətli hesablama? Mən belə bilmirəm də sən qədər. Sən dəryasan da. Konkret. Müəllim, yazdım, düzdür mü? Müəllim nədə? Nə müəllim? Mənfi 3 və 3. Baxaq. X kub minus 27x funksiyasının böhran nöqtələrini tapın. Sizi inandırım ki, əksər şagirdlər böhran nöqtələrin tapılması ilə bağlı testləri həll etsələr də, böhran nöqtənin mahiyyətini bilmirlər. 100%. Çox şagirdlər var.
Bax, zəhmət olmasa, rəy yerində yazın hələ. Böhran nöqtələri nəyə deyilir? Kim bilirsə, mənim məqsədim yenə deyirəm, siz bilmirsiniz, bunu üzə çıxartmaq deyil, həqiqətən. Allah şahiddir ki, mən sizə böhran nöqtələrin mahiyyətini çatdırmaq istəyirəm. Çox uşaqlar var ki, böhran nöqtəyə aid testləri yazır. Verirsən ki, bir funksiya verirsən ona, deyirsən ki, bu funksiyanın böhran nöqtələrini tapın. Amma o dəyərli şagird, gözəl şəxsiyyət böhran nöqtələrin mahiyyətini bilmir. O elə bilir ki, böhran nöqtə belə tapılır. Törəməni tapıb sıfıra bərabərləşdirirsən. O elə bilir ki, budur. Çünki ona elə deyiblər. Amma böhran nöqtə törəmənin sıfıra bərabər olduğu, sırf törəmənin sıfıra bərabər olduğu nöqtə deyil. 6-cı sinifə dərs keçirsiniz. Bəli, niyə keçmirik? Qulaq asırıq bura. Böhran nöqtələrinin tərifini deyirəm. Böhran nöqtələri uşaqlar, vallah deyirəm, sizin bildiyiniz, yəni o rahat şəkildə bildiyiniz o böhran nöqtələri deyil. Törəməni tapdım, sıfıra bərabərləşdirdim, qutardı getdi. Türklər demişkən, hayır, elə şey yoxdur. Mənim 2 plus 2 neçə edir? Atomdan soruşarsan deyərsənə. Müzakirə edeyim. Sonra deyərsənə. Mən 4 bilirəm. Bəlkə də səhv bilirəm. İki plus 2-ni mən 4 bilirəm. Sənə neçə lazımdır? Buyur. Salam müəllim, siz uşaq hazırlayırsınız. Bəli. Baxırıq bura. Uşaqlar, böhran nöqtənin tərifi budur. Deyirəm sizə, çox şagirdlər böhran nöqtəni sadəcə olaraq elə bilir ki, törəməni sıfıra bərabərləşdirən qutardı getdi. Əgər bilmək istəyirsinizsə, o stasionar nöqtədir. Böhran nöqtə nədir? Böhran nöqtə törəmənin sıfıra bərabər olduğu və törəmənin olmadığı funksiyanın da təyin olunduğu nöqtələrdir. Bax, diqqətlə qulaq asırıq bura. Böhran nöqtənin tərifi budur. Törəmənin sıfıra bərabər olduğu və törəmənin olmadığı və həmçinin də funksiyanın həmin nöqtə təyin olunduğu nöqtələr adlanır funksiyanın böhran nöqtələri. Yəni, böhran nöqtə funksiya maksimum minimum nöqtə qiymət verən nöqtədir. Orada funksiya təyin olmalıdır. Bunu qoydum bir qırağa. Çoxhədli üçün, çoxhədlidə bunların hamısını tətbiq etsən, gəlib bura çıxır ki, törəməni sıfıra bərabərləşdirirsən. Yəni, çoxhədlidə ehtiyac yoxdur, təriflərin hamısı ödənilir. Ona görə çoxhədli ilə olanda, bax, böhran nöqtələr, çoxhədli ilə olanda, çoxhədli ilə olanda funksiyada, yəni mən də belə qarışdırdım bir-birinə. Sadəcə bunu həll etmək kifayətdir. Aydın oldu. Ona görə çoxhədli gördünüz, da ehtiyac yoxdur. Törəmənin təyin olmadığı nöqtə, funksiyanın da, bunların heç birisinə ehtiyac yoxdur. Çoxhədli bunların hamısını ödəyir. Aydın oldu. Ona görə də funksiyanın, əgər sənin funksiyan çoxhədli şəklində verilibsə, sən sadəcə onun törəməsini sıfıra bərabərləşdir. X kub minus 27x-in törəməsi bərabərdir 0. Aydın oldu.
funksiya çoxhəddi şəkildə verilsə, desək ki, onun böhran nöqtəsində sadəcə törəməni sıfıra bərabərləşdirib qutadı 7. X kubunun törəməsi 3x kvadrat, 27x-in törəməsi 27 bərabərdir 0. Buradan alıram ki, 3x kvadrat bərabərdir 27, x kvadrat bərabərdir 9, x bərabərdir plus minus 3. Aydın oldu. Bayaqdan eyni sözün nə qədər yazmışsan orada, tərs mütənasiblik qrafiki, düz mütənasiblik qrafiki. YouTube kanalımda var da, gözəl insan, dəyərli insan. YouTube kanalımda var. Get gir YouTube kanalına. Orada izahını vermişəm. Orada izah verilib. Müəllim, siz hansı məktəb? Bayaqdan eyni sözü yazırdı. Müəllim, hansı məktəbdə işləyir? Müəllim, o bir aparıcı vardı, Harvard. Harvardda işləyirəm. Bu yaxınlarda ola bilsin ki, Oxfordda yer dəyişməyəliyim. Rahat oldun. Bayaqdan yazır, eyni şeyi elə yazır, eyni şey. Müəllim, siz hansı məktəbdə işləyirsiniz? Siz hansı məktəbdə işləyirsiniz? Yazır, bir dəfə də yazır. Mən Harvardda işləyirəm. Birazdan ola bilsin ki, yaxın zamanlarda Oxforddan dəvət gəlib. İndi oturub fikirləşirəm, görəsən mən onu dəyərləndirim ya yox. Harvardın maaşı biraz qane eləmir. Aya 40 min manat verir. Bəsdir də, Allah səni saxlasın, bəsdir də. Belə. Bu səfər yazır Amerikadakı Harvard. Yox. Qonşudakı Harvard. Növbəti belə bir misal. Bax, sizə YouTube-da olacaq, bəli, yerləşdirəcəm YouTube-a. Sizə blok və buraxılış imtahanında dəhşətli dərəcədə, şiddətli şəkildə rast gəlinən bir misalı yazıram. Blokda da rast gələcəksiniz, indi törəmə mövzusunda da hələ ora çatmamışıq. Biz onu qabaqlayırıq. Deyirəm, bax, sizə hədsiz dərəcədə çox rast gəlinən misallardan biri. 18. Y bərabərdir. Y üstü mənfi 3x minus 3x funksiyasının azalma aralığını sən tap. Azalma aralığı. Funksiyasının bir azalma aralığını sən tap. Burada səni səssiz edirəm. Qal səssizdən izlə bizi. Sözlər gəlsin, amma yaza bilməyəsən. Bax, bu şəkildə. Elə bil ki, sənə bir qaşınma gəlib, amma özü qaşıya bilmirsən. Bax, belə bir şeydir. İndi səssizdən izlə bizi. Bax, görürsən, mən sənə rahat deyə bilirəm, sən mənə heç də deyə bilmirsən. Qal səssizdə. Başqa profillə gəlsən, yenə səssizdə gedəcəksən. Sənə lazım idi, bəsdir də gic-gic suallar verirsən. Y bərabərdir. Y üstü mənfi 3x minus 3x funksiyasının azalma aralığını deyir tap. Azalma aralığı. Bir ara bu misal o qədər populyar idi. İndi də reytingi var bu misalın. Elə belə bir şey deyil. Şagirdlərin, əksər şagirdlər burada aləmi vururdular bir-birinə, qatıb qarışdırırdılar bu misalın həllini. Bizə deyir ki, Y bərabər Y üstü mənfi 3x minus 3x funksiyasının azalma aralığını tapın. Buyuraq. Azalma aralığı.
Uşaqlar, ekranları da bəyənək də bir 60 minə gətirib çıxardaq. Səhifəmiz spamdan çıxmaq istəyir, qayıdır spama. Yenə çıxmaq istəyir, yenə qayıdır. Amma bilirəm ki, spamdadır. Amma yavaş-yavaş spamdan çıxardaraq da neyniyək? Funksiyasının deyir azalma aralığını tapın. Funksiyanın azalma aralığını tap desə, biz nə edirik? Onun törəməsini kiçik bərabər 0 götürürük. Yəni y işləri kiçikdir bərabərdir 0. Y işləri kiçik bərabərdir 0-dan. Elə deyilmi? Y işləri kiçikdir bərabərdir 0. Biz bunu həll etməliyik. Yəni törəməni kiçik bərabərdir 0 götürürük. Funksiyanın azalma aralığını tapmaq lazım olduğuna görə. Düzəliş edeyim. Hə. Bayaqlar dedim ki, funksiyanın azalma aralığı səndən soruşulsa, nə edirsən? Törəmə kiçik bərabər 0. Bunun özü bir bilikdir, mən sizə çatdırdım. Funksiyanın artma aralığı desə, törəmə böyük bərabər 0. Azalma aralığı desə, törəmə kiçik bərabər 0. Bunu sadəcə bir bilik kimi yadda saxlayırıq. Y işləri kiçik bərabər 0 azalma aralığı. Bunun törəməsini tapıram. Y üstü mənfi 3x minus 3x törəməsi kiçikdir bərabərdir 0 götürürəm. Y üstü x-ə törəmə kimi necə baxırıq? Y üstü x-in törəməsi özüdür. Yəni y üstü mənfi 3x-in törəməsi nədir? Bir özüdür. Yəni y üstü mənfi 3x-dir. Mürəkkəb funksiya daxil bir də vurulsun mənfi 3x-in törəməsinə, yəni mənfi 3-ə. Minus 3x-in törəməsi nə verir bizə? 3 verir də. Kiçikdir bərabərdir 0. Aydın oldu. Bax, bir daha deyirəm. Demir azalma aralığını tap. Törəməni kiçik bərabər 0 götürürəm. Bunun törəməsi y üstü mənfi 3x-in törəməsi. Y üstü x-in törəməsi özüdür. Oldu y üstü mənfi 3x. Bir də vurulsun mürəkkəb funksiya daxil. Bir də vurulsun mənfi 3x-in törəməsinə. Aydın oldu. Mənfi 3. Minus 3x-in törəməsi də 3-dür. Biz buradan aldıq ki, mənfi 3 y üstü mənfi 3x kiçikdir bərabərdir 3-dən. Bu 3 keçdi bu tərəfə. Sonra bu bərabərsizin hər tərəfini mənfi 3-ə bölürəm. Oldu y üstü mənfi 3x kiçikdir bərabərdir. 3-ü mənfi 3-ə bölsəm, burada nə olacaq? Böyük bərabər olacaq mənfi 1. Çünki mənfiyə bölmüşəm axı, işarəni dəyişirəm. Aydın oldu. Fikrim çatdı. Çünki mənfiyə bölürəm. Mənfi 3-ə bölmüşəmsə işarə dəyişilir. Bərabərsinin hər tərəfini mənfiyə böləndə, vuranda işarə dəyişilir. Y üstü mənfi 3x böyükdür bərabərdir. 3-ü bölürəm mənfi 3 oldu mənfi 1. Bu bərabərsizliyin həlli sizcə nə olacaq? Bax, mənə əsas yeri lazımdır. Bu misalın elə maraqlı cəhəti də odur. Ki, bunun həlli axırda gəlib bura çıxır. Bunu bilməlisən. Y üstü mənfi 3x böyükdür bərabərdir mənfi 1 bərabərsizliyin həlli. Əhsən. Bütün ədəd oxu. Bəli. Əhsən. Bəli. Çünki bu üstü funksiyadır. Üstü funksiya həmişə mənfidən böyükdür. İndi bərabər ola bilməsə də mənfidən böyükdür. Ona görə bu bərabərsizliyin həlli həm də bu funksiyanın azalma aralığı mənfi sonsuzluq, müsbət sonsuzluq aralığıdır. Yəni ki, bu funksiya həmişə azalır. İndi sən də eyni sözü yazırsan, mənim filan kəs gəldi, sən də spama atırsan axı səhifəni. Allah sənə insaf versin gərək, bəsdir də. Eyni sözü sən də yazırsan, gəldi, gəlsin də. Neynir axı, sakit qalıb da orada, nə işi var səndən? Xoşunuz gəlir də, burada bəzilərinə aiddir. Qırışma olsun, oturub tamaşa edəsiniz. Gül kimi dərs gedir burada. Filan kəs gəldi. Müəllim, mən bu il 9-am.
Nə məsləhət verə bilərsiniz? Heç nə. Sənə bu məsləhəti verə bilərəm ki, imtahanım az qalıb. Zarafat edirəm. Nə məsləhət verim axı? Sən məndən nə məsləhət istəyirsən? Hə? Sən mənə deyirən də nə məsləhət? Mən bu il 9-am, nə məsləhət verə bilərsin? Mən nə bilim, Allah canını sağ eləsin. Hı? O səbəb biri yazıb ki, bəli, amma hal-hazırda başlamışıq da, biz sentyabrdan başlamışıq. Belə bir hələ qrup yaratmaq fikrim yoxdur. Yəni, mən keçmiş abituriyentəm. Nə məsləhət verə bilərsiniz? İndi gəlir toxunanın bucaq əmsalı, bir də toxunanın tənliyi ilə bağlı misallar yazaq. Diqqət. Sizə iki biliş deyirəm. Bax, möhtəşəm bir bilişdir. Uşaqlar, ekranları bəyənək də. İki dənə biliş, törəmə ilə bağlı. Möhtəşəm iki dənə biliş. Bax, sizə dedim, törəmə ilə bağlı yazarıq, yazdıq. Maksimum, minimum tapılmasıyla bağlı dedim, yazdıq. Sonra daha nə var idi? Böhran nöqtələr var idi, dedim. İndi törəmə dərsində iki dənə mühüm biliş var. Onları da sizə çatdırım, sonra misallar. Nədir onlar? Birinci misal, bax bu şəkildə. Sizə misal veriləcək. Təbii ki, misal veriləcək. Hər hansı bir funksiya veriləcək və sənə deyər ki, bu funksiyanın filan nöqtədə toxunanın bucaq əmsalını tapın. Ona aid yazırıq. Yazaq da. İkinci misaldır burada. Fx bərabərdir. Fx bərabərdir. X kvadrat üstə gəl 4x. X kvadrat üstə gəl 4x. Funksiyasının qrafikinə absisi x0 bərabərdir 2 olan nöqtədə çəkilən toxunanın bucaq əmsalını tapın. Toxunanın bucaq əmsalını tapın. Deyir ki, fx bərabərdir. X kvadrat üstə gəl 4x funksiyası verilib. X0 bərabərdir 2 nöqtəsində toxunanın bucaq əmsalı. Toxunanın bucaq əmsalı. Toxunanın bucaq əmsalı bizdən soruşulur. Cavab 2. Əslən, keçdi o bir sualı. İzah edək də. Qalmayım qarşıda. Bəzən görsən. Fx bərabərdir. X kvadrat plus 4x. X0 bərabərdir. 2 nöqtəsində çəkilən toxunanın bucaq əmsalını tap. Həlli. Görək kimə bəlli. Bax, bunun özü bir məşhur testdir. Yəni, şagirdlərə çox təklif olunan bir şeydir bu. İmtahanda o qədər təklif olunur. Həm imtahanda, həm nə bilim, sınaqlarda, testlərdə eyni qədər də rast gəlir bu sual. Sənə funksiya veriləcək və sənə deyər ki, bu funksiyanın filan nöqtədə toxunanın bucaq əmsalını tapın. Yadda saxlayırıq, uşaqlar. Fx funksiyasını x0 nöqtəsində, diqqət, fx funksiyasının x0 nöqtəsində toxunanın bucaq əmsalı soruşulsa, yəni k. O k belə tapılır. F' x0. Aydın oldu. K belə tapılır. F' x0. Yəni, funksiya verilsə, desək ki, x0 nöqtə toxunanın bucaq əmsalını tap. Həmin nöqtədə törəmənin qiymətini tapmalısan. Həmin nöqtədə törəmənin qiymətini tapmalısan. Bax, nə deyir?
Bunu yadda saxlayırsan. K bərabərdir f2x0. K nədir? Bucaq əmsalıdır. Bucaq əmsalı f2x0-dır. Yəni törəmənin bu nöqtədəki qiymətidir. Aydın oldu. Törəmənin həmin bu nöqtədəki qiyməti olur. Və tam sürətlə keçirik bunun həllinə. x0 bərabərdir 2 nöqtə toxunanın bucaq əmsalı demir. Nə edirsən? Törəməni tap, yerinə 2 qoy. Əvvəl törəməni tapa. f(x) bərabərdir. X kvadrat üstəgəl 4x-in törəməsi. X kvadrat üstəgəl 4x-in törəməsi bərabərdir. X kvadratın törəməsi 2x-dir. Üstəgəl 4x-in törəməsi də 4-dür. Sənin törəmən məlumdur. f(x) bərabərdir bu. İndi sən burada nə edirsən? x0 bərabərdir 2 nöqtəsində toxunanın bucaq əmsalını tap. Onda f(k) bərabərdir. f(k) neçə? 2. Bu da bərabərdir. Burada qoyuram yerinə. 2 vurulsun. 2 üstə gələr 4. 4 o da 4 bizə verir 8. Aydın oldu. Bax bu şəkildə. Yadda saxlayırıq. Sənə funksiya verirlər. Filan nöqtədə toxunanın bucaq əmsalını tap. Törəməni tapıb həmin qiymətdə hesablayırsan. İstəyirsinizmi bir misalda verim, siz yazasınız. İstəyirsinizmi? İstəmirsinizsə keçək başqa bir şeyə. Ekranları da bəyənməyin. Nə edirsiniz? Ekranları 7 illi bitirmiş çox düzsüzlər yaddan çıxır. Normaldır da. Çünki 7 illi bitirmişsiniz bu bir. İkincisi, siz mütəxəssis deyilsiniz, riyaziyyat müəllimi deyilsiniz, ümumiyyətlə uzaqsınız riyaziyyatdan. Yəni düsturların yaddan çıxmağı normaldır. Burada yəni dərd ediləsi bir şey yoxdur. Bu normaldır da. İntegrala keçək baş üstə. Keçdik integrala. Yəni hazıram da, mən startda qalmışam. Keçək integrala keçdik. Necə deyir, oradan bir dənə integral gəlsin. Canlı yayın bəyənməsinə bu 62.000 elə bir ki 62.000 bəyəni elə bir ki lənətlənib qalıb orada. Hə, oradan bir dənə integral havası. İntegral da olacaq. Amma bugün yox da, bugün əziz insan, dəyərli insan, gözəl şəxsiyyət. Bugün yox, amma haçansa olar. Bugün də törəmədir də. Belə. Belə də ki, elə belədir də. İndi toxunanın tənliyinə aid bir dənə nümunə yazaq. Şagirdlərin ən çox burada yazdığı. Toxunanın tənliyi, toxunanın tənliyi. İntegraldan hardan sual verin, oradan cavab verərəm, mükəmməl bilirəm. İntegralı mən mükəmməl bilmirəm. Sən necə bilirsən? Hə? İntegral bir mükəmməl bilirəm. Deyir, hardan deyir, sual verirsiniz, mən bilirəm. Əhsən. Həyatda tətbiq edirəm mühəndisəm. Doğrudan. Yaxşı, hələ bu integralı tap, görün. İntegral sinus x bölünsün x kvadrat dx. Hörmətli mühəndis. Əvvəla sənin işlərində uğurlar. Sonra da vaxtın olsa bu integraldan. Misalı silin. UV əvəzləməsi asan deyil. Çətin də deyil, o orta. Yox, UV əvəzləməsi belə deyək də, kiminsə riyaziyyatda belə deyək də, belə bir şey yoxdur da. Məsəl üçün, mən də elə integrallar var, bilirəm, o dəyişənin əvəz edilməsi iləndir və yaxud da hissə-hissə integrallama düz, amma onu tapa bilmirəm, elə integrallar var. Çünki integrala baxanda deyirəm də, nə var orada, dəyişənin əvəz edilməsidir, yaxşı, əvəz elə tapa, o məsələ var. Bu oldu belə. Toxunanın tənliyi ilə bağlı bir misal yazaq da. Diqqət.
6. Y bərabərdir kökdə x. X0 bərabərdir 4 nöqtəsində çəkilən toxunanın tənliyi. Toxunanın tənliyi mövzusu. Buna aid bir dənə yazım. Y bərabərdir kökdə x funksiyasının qrafini x0 bərabərdir 4 nöqtəsində çəkilən toxunanın tənliyi. Bax, bu mövzu çox mühüm bir mövzudur. Toxunanın tənliyi, yəni imtahanda düşmə ehtimalı da fantastik dərəcədədir. Törəmə dərsi deyəndə toxunanın tənliyi yada düşür. Nəzərdə tutulmur, daha doğrusu yada düşür. Toxunanın tənliyi. Necə edə bilərsən ki, blokdan 100 plus yığasan? Çoxlu test işləməklə necə olacaq? Çoxlu test işləməklə bir də keyfiyyətli oxumaq var da uşaqlar. Bax, sizə bir söz deyim. Mənim dediyimi çox şagirdlər başa düşər. Bax, sizə deyirəm, onunla resept deyirlər. O reseptini deyirəm. Baxın, qulaq asın mənə. Təkrara çox yer verin. Diqqət, bax, deyirəm. Təkrara çox yer verin. Amma özünüzü aldatmamaq şərti ilə. Hansı günlərdə? Demək olar ki, hər gün açıram. Elə günlər olur, dərs vaxtıma düşür, açmıram. Təkrara çox yer verin. Amma özünüzü aldatmamaq şərtinə. Nədir o özünüzü aldatmamaq? Və yaxud da nədir özünü aldatmaq? Şagird var, ona deyirsən ki, get təkrar elə. Şagird elə başa düşür ki, təkrar budur ki, mən gedirəm, bildiyimi bir dəfədə oxuyuram. Sən təkrara qaydanda, təkrar bildiyin ötəri üstündən keçməkdir. Zaten bilirsən də, yaddan çıxdıqlarını və bir də yeni bir şeylər öyrən. Ona təkrar deyirlər. Daşı gətirirəm, ardın gətirirəm. Ardı nədir? Bax, burada əksər şagirdlər dediyimi təsdiqlər. Çox olub. Şagirdə deyirəm ki, get məsələmdə natural ədədlər mövzusunu təkrarla. Natural ədədlər mövzusu hər bir şagird öz yaralı yerini çox gözəl bilir. Şagird bəlkə də müəllimdən də yaxşı öz yaralı yerini bilir. Yəni, insanı ən yaxşı insan özü tanıyır. İnsan çox gözəl bilir ki, mən bu nəyi bilirəm, nəyi bilmirəm. Ona deyirəm ki, get natural ədədlər mövzusunu təkrarla. Gedir, öz-özünə təkrarlayır. Yalnız birə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. Yenə deyir, yalnız bir gö təkrarlayır. 2-dən çox böləni olan ədədlər. Sən bunları bilirsən, daha zalimin balası. Sən bu sadə mürəkkəb ədədləri zaten bilirsən də, bunu hara özün üçün yalandan, axı sən özün də çox gözəl bilirsən ki, bu sənin yadından çıxmıyor, bu sənin yadındadır. Buna niyə vaxt ayırırsan? Sən get başqa yaddan çıxan şeyləri öyrən, təkrarla, bilmədiyin boşluqlar, təkrar həm də bildiyini yenidən təkrarlamaq deyil, boşluqlarını o vaxtı bilmirdin, indi bildin. O boşluqları götür doldur. Aydın oldu. Bir də, əziz və dəyərli şagirdlər, özünüzü qorxutmayın. Hansısa mövzunu başa düşməmisinizsə, bu son deyil. Yəni, bu o demək deyil ki, sən o mövzunu heç vaxt başa düşməzsən. Özünü qorxutma. İndi başa düşmürsən, bir aydan sonra başa düşərsən. Bir həftədən sonra başa düşərsən. Yəni, belə bir şey yoxdur ki, belə bir qanun, qayda yoxdur ki, sən istənilən bir şeyi elə anında başa düşməlisən, başa düşmədinsə, qutardı getdi. Belə bir şey yoxdur. Bu bir dəfəli yadda saxla, bəzən müalicə olur, kiməsə düşmür. Müalicə insan orqanizmindən orqanizminə fərq var da. Buna ola bilər ki, anında təsir edir, digərinə
bir aydan sonra təsir edir. Gərək bir dozası çox olsun. Elm də belədir. Hərənin qabı ayrıdır. Yəni çox uşaqların oxumaqdan vaz keçməyinin bir səbəbi də çoxdur səbəblər. Biri, bəlkə də birincisi də budur. İlk dəfədən başa düşmür. Özündə o inam hissi qırılır, atır başını da mənlik deyil. Elə sənlikdir. Vallahi deyirəm, biz bu məktəbdə bu təcrübəni görmüşük. Təcrübəni görmüşük. Uşaq olub 5-ci sinifdə heç nə dərs oxumur. Çox zəif olub. Belə heç nə qalıb bir qıraqda dərs ona maraqsız gəlir. 6-da da belə olub. 7-də uşaq pöhrələnib əməlli başlı elə dərs oxuyub ki. Baxırsan ki, yəni həmin şagird deyil bu. Aydın oldu deyim. Yəni birincidən başa düşmədinsə müəllimin dediyini, bu son deyil. Dirənc göstər. Deyirəm ki, indi anlamadım, sonra anlayacağam. Problem deyil. Bu belə. Yəni məndən deməkdir, dedim sizə. Arada tənbəllik edirsən deyən yerdə ki, tənbəl insan nəinki oxumaqda, heç bir şeydə uğur qazanmır. Amma belə bir şey də var ki, tənbəllər də bəzən onların da özünün qeyri-adi xüsusiyyətləri var. Məsələn, mən hardasa oxumuşdum, saytdaydı ya sosial şəbəkədə idi. Bill Gates deyəsən işçilərin çoxunu tənbəllərdən təşkil eləmişdi də. Deyirdi ki, tənbəllər belə bir şey var ki, onlarda. Onlar tənbəllik elədiyinə görə bir işin həmişə asan yolunu fikirləşirlər. Daha tez başa gələn yolunu fikirləşirlər. Tənbəllərdə də özünə məxsus yaxşı xüsusiyyətlər var. Yəni tənbəllik o demək deyil də hər şey bitdi, yox. Belə də şey də belədir də. Aydın oldu uşaqlar. Yenə deyirəm, təcrübə göstərir. 5-ci sinifdə şagird dərs oxumayıb, zəif oxuyub, 6-da da biraz zəif, amma 7-də, 8-də elə oxuyub ki, bu son deyil. Aydın oldu. İndi başa düşmürsən. Bax, ola bilsin ki, sən bu canlı yayını indi başa düşməyəsən. Hansısa misalları. Get YouTube-a yerləşdirəcəm. Orada da bir dəfə bax. Ola bilər yenə başa düşməyəsən. Yenə qorxutma özü. Bu son deyil. Bu son deyil. Əziz şagird. Ləziz şagird. Baxaq bura. Y bərabərdir. Kökdə x funksiyasını x0 bərabərdir. 4 nöqtəsində toxunanın deyib tənliyini yazın. Əvvəla sən toxunanın tənliyini bilməlisən. Bunu əzbərləyib yadda saxlamalısan. Aydın oldu. Toxunanın tənliyi budur. Y bərabərdir. Fx0 üstəgəl f(x0) vurulsun x minus x0. Bu toxunanın tənliyidir. Allah qorusun sizi. Amin. Riyaziyyatçı dili ilə desək A2000 və yaxud da A3000, A5000. Mənim yorulmadınız. Artıq sənin bu sualından yoruldum. Bayaqdan gül kimi dərsimiz gedirdi. Sənə bax bu sualı mənə yordu. Yaxşı, yorulsam nə olacaq? Yaxşı, mənim yorulmağımı istə. Mən tutaq ki, yoruldum da, nə olacaq? Yoruldum mən. Yəni, yorulmadınız. Yoruldum. Nə olacaq? Bax, toxunanın tənliyi budur. Y bərabərdir. Fx0 üstəgəl f(x0) vurulsun x minus x0. Sən burada nəyi tapmalısan? Fx0'ı tapmalısan, f(x0'ı tapmalısan, qutardı. Qayda funksiyada yerinə yazılsın. Bir hissə isə tapaq. 1. Fx0 fu var mı? Harada deyir, belə bir şey var idi. Fx0'ı tapmalısan. Fx0 nədir? Yazıram burada. X0'ın yerinə neçə yazıram? 4. F4'ü tapmalıyam da. Funksiyanın 4-dəki qiyməti kök altı 4 bərabərdir. Neçə? 2. Aydın oldu. Fx0 tapıldı. Sonra ikinci f(x0'ı tapmalıyam. f(x0'ı tapmaq üçün mən törəməni tapmalıyam. Əvvəl törəməni tapım. f(x) bərabər
kökdə x-in törəməsi bərabərdir. Kökdə x-in törəməsi neçə edir? 1 bölünsün neçə yox, yəni nə edir? 1 bölünsün 2 kökdə x. Onda f' x0 bərabərdir f' 4. Hesablasam 4 qoyuram burada yerinə. 1 bölünsün 2 kök altda 4. Bu bizə nə verər? 4'də 1. Baxın uşaqlar, fx0 da tapıldı, f'(x0) da tapıldı. Bunları aparıb yerinə yazırıq funksiyada. Burada yerinə yazıram da. Bərabər. fx0 neçədir? fx0 2. Üstə gəl f'(x0) 4'də 1. X minus x0. x0 neçədir? 4. Bunu hesablayırıq. 2 üstə gəl 4'də 1x minus 1. Mötərizəni açıram da. Bu da bərabərdir. 4'də 1x üstə gəl 1. 2 minus 1. Toxlanın tənliyi bax budur. 4'də 1x plus 1. Törəmənin babasıyım. Özü birbaşa. Nə bilim. Belə. Mənim gedim qalın. Yaxşı, mən də gedirəm, sən də ged. Hələlik.